Hörmətli Şəmil müəllimi səhnəyə dəvət edəcəm. Biz artıq məruzələrə keçid edirik və Şəmil müəllimin çox maraqlı bir mövzusu var. Sinif startup modeli kimi sistemdə komanda işi və vəzifə bölgüsü. Uğurlar. Çox sağ olun. Müzəmmil müəllim öncədən dedim maraqlı bir çıxışı var. Amma məncə gedişatda siz biləcəksiniz maraqlıdır yoxsa yox. Hədəfdə sistem, mən də bir mövzu müəyyənləşdirdim. Bizim əslində proqramımız da budur ki, biz bilgilərimizi bölüşək və sistem mövzusunda paylaşımlarımızı eləyək. Mənə belə bir mövzu müəyyənləşdirdik. Bu sistem konferansının proqramını hazırlayarkən sinif bir startup kimi və əslində komanda işi nə deməkdir? Çünki sistem fəlsəfəsi bayaq da qeyd elədim, hər mütəxəssisə, hər təhsil müəssisəsinə, hər dövlətə görə çox dəyişdi. Əslində mən bu sistemi biraz da qar topuna bənzədirəm. Balaca bir qar topu düzəldərsiniz və onu dığırlandıqca hər yerdən biraz bir şeylər alar və sonunda böyük bir topa çevirirlər. Sistem də əgər Amerikadan 2012-ci illərdən daha çox başlanan bir təhsil yanaşması olmasına baxmayaraq, hər ölkədə fərqli dəyərlər qatdı özünə, dəyərlər formalaşdırdı və sözsüz ki, ümumiyyətlə bunun içərisində texnologiya var, bunun içərisində komanda işi var, bunun içərisində görərək, toxunaraq, edərək öyrənmə var. O baxımdan biz də mövzumuzu sistem komanda işi deyəndə nə başa düşürük? Bütün təlimçilər ki, mən də interaktiv olmaq istəyirəm. Sualımız belədir, sistemdə komanda işi deyəndə nə başa düşürük? Əgər sualımıza cavab vermək istəyən varsa, onun üzərindən yola çıxa bilərik, yoxsa mən deyəcəm. Varmı sistemdə komanda işi deyəndə nə başa düşürük? Sualına cavab. Ayıtdım, düşünəmən. Qazaxca, Özbəkcə, Qırğızca. O zaman cevabı mən verim. Biz adətən komanda işi deyəndə mövzunu belə başa düşürük. Komanda işi deyəndə hər kəsin, hamının eyni anda eyni işi görməsi prosesi davam edir və bugün təhsil sistemi, bugün sistemdə yanaşma isə bunun yanlış olduğunu və hamının eyni anda eyni işi görməsinin komanda işi olmadığı qənaətinə gəlmiş oluruq və biz komanda işi bərabərlik deyil, məsuliyyət bölgüsüdür anlayışından yola çıxmağa məcburuq. Sistem dərsi, istəyam dərsi, bu bərabərdə hamı hər şeydən biraz deyil, yəni hər şeydən biraz bilməsi deyil. Ümumiyyətlə, burada biz startup kimi sinif modeli formalaşdıracağıq. Niyə startup kimi sinif modeli? Məncə hər bir müəllim hər dəfə sinifinə girəndə hər dərsini startup layihəsi kimi görməlidir. Hər dəfə yeni bir proyekt icad edib, yeni bir proyekt yazıb, onu həyata keçirib, nəticələndirib, nəticə alması kimi baxılmalıdır dərsə. Əgər biz dərsə sadəcə girib, danışıb gedəcəyik deyə düşündüyümüzdə, o zaman bizim bugün görmək istədiyimiz nəslin arasında, bizim aramızda nəsillərin toqquşma baş vermiş olacaq. Sistem komanda işi deyəndə nə başa düşür sualının cavabı isə buydu. Birlikdə düşünmək, fərqli sahələr və bir məqsəd üzərində fərqli sahələrdə çalışmaq, tapşırıqları bölüşmək, problemi həll etmək, yaradıcılıq və innovasiya birlikdə nəticəyə çatmaq. Mən hörmətli müəllimim Asaf müəllim buradadır, həmişə özümə ustad bilmişəm. Bəzən belə baxan kimi adam həyəcanlanır. 10 il 20 nömrəli məktəbdə və 10 ildə bizim təkmilləşmə institutunun rektoru, onun yanında çalışdığım dövrdə bizim o zaman öyrəndiyimiz, təqdim etdiyimiz dərs modeli ilə bugünkü dərs modelinin daim dəyişdiyinin fərqindəyik. Və hər dəfə sinifə girəndə biz o komanda işini necə qurmalıyıq, tədrisi necə verməliyik ki, sinif maraqlı olmuş olsun, yolların axtarışında oluruq müəllimlər olaraq. Bu baxımdan sistem müasir təhsil yanaşması bizim üçün, ümumiyyətlə, dünya təhsili üçün əslində sistem deyəndə mənə görə elə təhsilin özü deməkdir. Biz ona fərqli adlar qoya bilərik, fərqli yanaşmalar, pedaqoji nəzəriyyələr təqdim edə bilərik. Əgər bir müəllimin dərsi sinifdə darıxdırıcı deyilsə, mənə görə, yorucu deyilsə, o müəllim sinifdə
uşaqlarını, şagirdlərini əyləndirə bilirsə, öyrədərək əyləndirə bilirsə, orada sonda nəticə əldə oluna bilirsə, onu həyata hazırlaya bilirsə, o sistem dərsidir. Bunun adını indi kimlə qoymayından asılı olmayaraq bir zamanlar bir məqalə yazmışdım. STEM bilirsiniz, bir zaman S-T-E-M hərflərindən Science, Technology, Engineer məti idi. Sonralar A hərfi də artırıldı, art olaraq STEAM deyə dedik. Mən də bir zarafata yazmışdım ki, hərə bir hərf artırır, birini də biz artıraq. Biz də eləmişdik STEAM plus N hərfi, o da natura, təbiət olaraq əlavə eləmişdik. Bu baxımdan, yəni ümumiyyətlə təhsildə görmək istədiyimiz nə varsa hərf artırıb STEAM-ı axırda böyük bir hərflər toplusuna çevirəcəyik. Biz sinif sistemdə dediyimiz bu, əgər sinifdə hər kəs eyni işi görərsə, orada STEM yoxdur. Orada konveyer usullu fabrik var. Yəni təsəvvür eləyin ki, girmişik sinifə və hamıya eyni şeyi əzbərlətdirməyə çalışırıq. Əslində yanlış tərəfimiz budur. Çünki o sinifdən çıxan uşaqların hər biri gələcəkdə həyatın fərqli məqamlarında, fərqli yerlərində fərqli adamlar olacaqlar. Biri müəllim olacaq, biri həkim olacaq, biri fəhli olacaq, biri usta olacaq, biri mühəndis olacaq. O baxımdan hamıya eyni işi gördürmək və məcburən gördürmək doğrudan yorucu və sıxıcıdır. O baxımdan biz deyirik ki, sinifdə startup komanda olaraq düşünməliyik. Əgər startup deyəndə, yəni bir sinifdə startup layihəsi kimi baxsaq dərsimizə və bir də onun qabağında STEM sinifində nə var baxa bilsək, STEM nə deyildi? Layihə əsaslı dərslər. Qarşımıza məqsəd var ki, biz məqsədə çatacaq, eyni şey STEM-də də var. Məhdud zaman var, eyni şey startupda da var. Dərsdə də var, bizim STEM dərsimizdə də var. Məhdud resurs var. Çünki startupda da bəzən hər istədiyimiz əldə edə bilmirik, ilkin materiallar ilə götürürük. STEM-in özündə də müəyyən kiçik əldə edəcəyimiz materiallar var. Fərqli bacarıqlar var. Ən önəmlisi budur, STEM dərsində siniflərimizdə fərqli bacarıqlara sahib olan uşaqlar var. Və biz o uşaqlardan nəyi tapıb, nəyi çıxaracağımızdan asılı olur ki, bizim gələcək fəaliyyətimiz. Eyni şey STEM dərslərində də görmüş oluruq və nəticə gözləntisi eyni şey startupda da var. Sonunda biz nə əldə eləmiş olacağıq və bir də STEM dərslərində nəticə, işləyən model, prototip, ideya və s. mövzular öz həllini göstərməkdədir. Son zamanların deməyim, artıq bir 5-10 il bundan öncə, ümumiyyətlə bu 10 ilə yaxındır, design thinking deyə bir yeni bir yanaşma tətbiq olunur və təbliğ olunur, təqdim olunur və bizlərə ki, təhsildə dərsimizi qurmaqda design thinking Azərbaycan dilində tərcümə eləsək, düşüncənin dizayn edilməsi formatı üzərindən çıxa bilərik yola və biz bu baxımdan STEM təhsili ilə design thinkingin hər ikisinin vəhdətini görmək məcburiyyətindəyik və yola eyni çıxa bilərik, tətbiq eləmək baxımından. Empatiya, design thinkingdə də 5 ünsür vardı. Burada birinci empatiyadır. Empatiyanın nə olduğunu onsuz da hamımız bilirik. Özümüzü başqasının yerinə qoymaq düşüncəsi, bu hər kəsin bəlli bir ifadədir, amma təhsildə biz düşünək, biz şagirdin əvəzinə düşünməliyik. Mənim danışdığım dərs onun üçün nə qədər maraqlıdır, onun üçün nə qədər faydalıdır, onun üçün gələcəyinə nə qədər toxunuş eləyəcək. Əgər hər bir müəllim empatiya duyğusu ilə dərsinə və sinifinə yanaşarsa, əmin olun ki, gələcəkdə əldə edəcək böyük bir tədris nəticə əldə edə bilərik, təlim nəticəsi əldə eləmiş olacaq. Problemin həlli məsələsi sözsüz ki, qarşıya qoyulan bir problem var, o problemin həlli prosesi davam eləməlidir. Eyni şey design thinkingdə də var. Mən bunu STEM və design thinking anlayışını birləşdirməyə çalışıram. Çünki STEM-dən çox danışırıq, amma bəzən onun içindəki detallar və digər tədris yanaşmaları ilə üst-üstə düşür. Davam edirik. İdeyalaşdırma, prototip və test nəticəsi var. Buradan çıxsaq, məncə bunu biraz da görmüş olacaq. Ənənəvi yanaşmamızda nə deyildi? Proqram budur, uşaq uyğunlaşmalıdır. Yəni, bizə konkret proqram verilir, tədris materialı verilir və deyirlər ki, get, bütün sinifi bu proqram ilə dərsivi keç, uşağı öyrət. Amma müasir yanaşma, yeni nəsil, alfa, beta, nə bilim, Z nəsilləri isə bizə deyir ki, biz belə yanaşmalıyıq. Uşaq kimdir? Proqramı necə dəyişməliyik ki, o bizi başa düşsün.
Şəxsən bir müəllim olaraq, bir ata olaraq bunu o qədər də sevmirəm. Çünki uşaqlar və yeni nəsil bizi bu mövzuda yorurlar ki, biz artıq onlar nə istəyirlər formatında olmalıyıq. Bizim nə istədiyimiz formatında deyil. Bu da bugünkü toqquşma anıdır ki, bizim üçün atalar və oğullar toqquşmasına gətirib çıxarmış olur. Nə komanda işi deyil sualının cavabına baxaq ki, nələr komanda işi deyil və biz nələri edərsək onu komanda işi adlandırmaya bilərik. Birinci, hamının eyni tapşırıq etməsi, bayaq qeyd elədik. İkinci, ağıllı uşaq hər şeyi edər prinsipi. Siniflərimizdə belə bir yanaşmamız var. Bir dənə yaxşı uşaq olur, ağıllı uşaq olur. Həmişə əlini qaldırır, öndə oturur, bütün gün müəllimi belə dinləyir və biz onun üzərinə o qədər böyük, yüksək gözləntilər yüklüyürük ki. Və bir yerdə uşaq artıq bezir ki, müəllim, yalnız mənim gözlərimə baxma, o tərəfdə də uşaqlar var. Hər şeyi mən etməli deyiləm. Sualı, etirazı, üsyanı çıxır bəzən uşaqlarımızda. O baxımdan biz bunu komanda işi adına qoyub və bütün bir uşağı və yaxud da bir çox ağıllı uşaqları bura yükləmək prinsipi çətin, yanlışdır. Müəllim bütün prosesi üzərinə götürür ki, bu artıq çox danışılır və tez-tez də deyilir fərqli formalarda. Yəni bir sinifdə müəllim bütün öz işi üzərinə götürməməlidir, yön verən olmalıdır ki, o prosesdə bilirsiniz buna necə baxaq, müəllim öz üzərinə işi götürməməlidir prinsipinə. Usta şəhid dərsləri var da, yəqin ki, hamımız xatırlayırıq bir 100 il öncəki, sonralar təhsil quruldu, bugünkü təhsil modelləri yarandı, nəzəriyyələr, institutlar, məktəblər. Ustanın yanında işləyən şagirdə usta heç vaxt onun əvəzindən işi görmürdü. Bir işi tapşırdı, get bunu elə, get bunu elə və yaxud da bax, öyrən prinsipi ilə. Biz isə bəzən sinifdə artıq yeni tədris modeli ki, bugünkü məktəblərdilər, universitetlərdilər və məncə bunun da artıq çöküşü davam edir və biz orada müəllim bütün prosesi üzərinə yox götürməməlidir, yön verməyi öyrənməlidir. Qrup işində fərdi məsuliyyətin olmaması, bu da bizim üçün düşünməsi məsələdir. Çünki müəllimlər tez-tez siniflərdə qrup işi deyirik. Uşaqları qruplara bölürük, müəyyən tapşırıqlar veririk. O qrupları böləndə müəllimlər nə edirlər adətən? Hər qrupa bir dənə yaxşı uşaq qoyurlar, ağıllı uşaq qoyurlar, oxuyan uşaq qoyurlar. Əslində tamamilə yanlış yanaşmadır ki, o ağıllı uşaq dediyimiz, yaxşı oxuyan uşaq dediyimiz o 4 nəfəri məhv eləyir. Çünki onlar onun kölgəsində itirlər, batırlar, hamısı gözləyirlər ki, bunun əvəzindən yazacaq, sonra onun qrup lideri olacaq və deyəcəklər ki, məhz elə bizim qrup oldu. Halbuki orada işi görən bir nəfərdir. Mən də bunun əksinə gedirdim. 2007-2008-ci illərdə 20 nömrələrdə dərs deyəndə adətən qruplara böləndə o stereotipləri dağıtmaq istəyirdim özümdə ki, nə baş verəcək. Məsələn, tez-tez belə edirdim. Deyək ki, sinifin ən zəif oxuyan uşaqlarını bir qrupa bölürdüm. Ən güclüləri də bir qrupa bölürdüm. O ən güclülərin içərisindən ən güclü lider çıxırdı. Ən zəiflərin içərisində yenə bir adam qazana bilirdi, yeni bir şagird qazana bilirdi. O baxımdan biz qrup işini deyəndə adətən etiraf edeyim məktəblərdə və yaxud da elə böyük adamları da qruplara bölsən, qrup məsuliyyətini hər kəs daşımır. Bir nəfər dinləyir, biri baxır, biri nə bilim yola verir, biri vəziyyətdən çıxır, amma bir iki nəfər də əziyyət çəkmiş olur. Bu baxımdan biz o qrup işində hər kəsin öz məsuliyyətinin olmasını belə deyək ki, aşılaya bilsək, verə bilsək, nəticə əldə eləmiş olaraq, eyni uşaq hər dəstə eyni rolda qalmamalıdır düşüncəsi isə bizim rollarımızdan biridir. Yəni, yanaşmalarımızdan biridir ki, problemə sahib olmalıdır. Komandada rollara baxsaq, mühəndis, dizayner, analitik düşüncə hesablayıcı, təqdimatçı bu şəkili almaq üçün mətni yazandan sonra sözsüz hamınızın bildiyi süni zəka proqramında deyirəm ki, slaydım üçün mənə maraqlı bir görsəl, vizual hazırla. Bu da onun vizualıdır. Bəzən bizim ə hərflərini başa düşmür. Tez-tez də savaşıram ChatGPT ilə ki, sən niyə ə hərfini yazmırsan? Amma təzədən bir də qayıdır, bu formatda yazır, amma bir gün öyrədəcəyik. Müəllim tapşırıq vermir, yön verir prinsipi. Müəllim nəyi etməməlidir bu komanda işində? Problemi özü həll etməməlidir, komandaya cavabı deməməlidir. Müəllim nə etməlidir? Doğru sual verməlidir, ən vacib olan. Ümumiyyətlə, təhsildə məncə ən vacib məsələlərdən biri sual verməkdir. Mən səhv eləmirəmsə, Asaf müəllim bunu bizə danışıb. Landaunun, yoxsa Miss Borun deyəsən Nobel mükafatını alanda, Landaun mükafat alanda buna soruşurlar ki, sən bu qədər uğur qazandın, bu
uğruna görə böyük Nobel mükafatı alim olduğuna görə kimə borclusan? Deyir, anama borcluyam. Deyir, niyə anama borclusan? Deyir ki, hər gün anam məktəbdən mənə qaydanda sual verirdi. Sən bugün müəlliminə hansı sualı verdin? Əgər mənim verdiyim sual yaxşı sual idi, sana mənə konfet verirdi. Ona görə də mən hər gün müəllimə yaxşı suallar hazırlayırdım. O baxımdan biz məncə təhsildə birinci sual verməyi öyrətmək məcburiyyətindəyik. Rolların balanslaşdırılması məsələsi var. Hər kəsin öz yükünə görə rol verilməsi çox vacibdir. Prosesi müşahidə etməsi məsələsi var. Müdaxiləni vaxtında etmək müəllimin ən vacib tərəflərindən biridir. Suallar artıq bu bəllidir. Bunun üzərində durmuram. Mən çox yormayacağım. Buradan bir üzərindən getmiş olacağıq. STEM nədir sualının cavabı mənə görə STEM robot deyil. STEM robotics deyil, STEM elektronika deyil, STEM kodlaşdırma deyil, STEM mənə görə süni zəka deyil. STEM bir sinifdə sevərək, bayaq dedim, əylənərək öyrənən dərs modelidir. Və biz bu dərsi, bilmirəm, tərif kimi çıxmasın, humanitar fənlərdə STEM dedikdə, mən elə gəlir ki, ilk dəfə bu hədəfdə və bizim elə ideyalarımız üzərində quruldu ki, yəni biz necə eləyək ki, humanitar fənlər ilə bir sinifdə dərs keçmiş olaq. Və STEM-i təzə-təzə öyrənəndə, mən də onun təlimlərinə gedəndə, layihəni araşdıranda və yaxşı müəllimlərim yadıma düşürdü. Məsələn, bizim riyaziyyat müəllimimiz var idi, Allah rəhmət eləsin, Məhərrəm müəllim. O bizə tapşırırdı ki, sabah məktəbə gələndə, misal üçün, həndəsi fiqurlar keçirdi. Hər kəs, məsələn, 3 bucağı məftillərdən düzəldib gətirsin və yaxud da 4 bucağı düzəldib gətirsin. Kimsə nədənsə düzəlirdi və bizi əllə toxunaraq öyrətməyə çalışırdı. Halbuki 90-cı illərdə, bayaq Nicat mənim də qeyd elədi, STEM anlayışı çox da yox idi və ümumiyyətlə populyar deyildi. Biz humanitar fənlərdə STEM-i necə keçməliyik? Düşünün ki, gəlin elə bir auditoriyanı sinif kimi görsək, biz Shakespeare-in istəyirsiniz Romeo və Juliettasını, istəyirsiniz Otellasını səhnələşdirək. O səhnələşdirmə prosesində bizə görə ən yaxşı uşaq kimdir orada? Çıxıb orada Romeo rolunu oynayan, Julietta rolunu oynayan, nə bilim, pafoslu, ürək açan şeirləri deyən ən vacib obraz bunlardır. Əslində tamamilə yanlış yanaşmamızdır. Bir ədəbiyyat müəllimi sinifdən o səhnəni çıxarırsa, birinci orada nəyə çıxartmalıdır? Əsərdə rejissorluq eləməlidir. O rejissorluq prosesində indi sözsüz ki, uşaqlardan dəstək ala bilər, amma müəllimin üzərinə düşür ki, komandanın rəhbəridir, layihə rəhbəridir. Davam ilə, əgər biz bir səhnə əsəri səhnəyə qoyacaqsa, hökmən, Türkçədə demişim, muhaqqaq sinifdə rəssam şəklində olan bir rəssamlığı sevən uşaq var. O dekorasiyanı o rəssamla qura bilərik. Dəvətnəmələri rəssamın dizaynını hazırlaya bilərik. Bütün slaydlarımı, təqdimatımı, nəysə, sinifdəki o rəssam Romeo və Juliettanın dəvətnəməsini hazırlayırsa və yaxud da dekorasiyada, nə bilim, ora nəyə qoyaq, bura nəyə qoyaq deyirsə səhnə əsərində, artıq onun işi bitmişdir və STEM layihəsində bir obraz olaraq həyata keçirmişdir öz işini. Onun durub orada şeir deməsi ədəbiyyat dərsində vacib deyil. STEM bunu tələb edir. Davam eləyək, aktyorlar da sözsüz ki, müxtəlif epizodik və əsas rollarda oynayanlar var, hərənin öz rolu var, o ayrı bir mövzudur. Suflyor olmalıdır, istər-istəməz arxa səhnədə yaddan çıxan, nəmli olan. Bəzi uşaqlar var, çıxıb səhnədə hamının qabağında danışa bilmir, amma arxadan kimisə qulağına nəsə pıçıldaya bilir. Onun önəmi bəlkə həyatda daha vacibdir, nəinki bu səhnədə artistlik eləməyi bacaran uşaqdan. O baxımdan ona o qiyməti yerində vermək lazımdır. Video və foto çəkilişi çox yaxşı olar ki, belə bir səhnə hazırlayırıq və orada sinifdə bir uşağın, maşallah bugün artıq telefon, nə bilim, və s. inkişaf eləyib, bir uşaqlarımızı bölüşdürsək ki, sən çəkiliş yaparacaqsan, montaj eləyəcəksən, şəkilləri çəkəcəksən, STEM dərsidir, STEM dərsinin bir tərəfində olmuş oldu. Davam edəcək, qonaqların dəvəti və qarşılanması, burada bir menecerə ehtiyac var, burada qeydiyyatçıya ehtiyac var, burada marketinq fəaliyyətinə ehtiyac var, sosial fəaliyyət olmalıdır. 2-3 buna cavab verən uşağı geyindirib, kesindirib, ola bilsin ki, şeir əzbərləyə bilmir, ola bilsin Shakespeare-in kim olduğunu bilmir, heç ona maraqlı da deyil, amma o qapıda buyurun, xoş gəlmişsiniz, burada oturacaqsınız, yerləri göstərir, çıxanda nə bilim, yolu göstərir, xəritəni göstərirsə, bu uşağın vacib işi orada olmuş olur. Nə bilim, bilet satışı varsa, əgər dəvətnəmələrin paylanılmasına kömək eləyə bilər, SMM işi xidməti görə bilər, bugünün anlayışı ilə danışıram ki, o baxımdan biz STEM dərslərini bir komanda işi görüb, hər bir uşağın fərqli məqamda
öz işini görməsini bölüşdürə bilirsə və onu o prosesə cəlb eləyə bilirsə, indi mən biraz daha üst vəzifələrdən danışdım da, məktəblərimizdə hamımızda sıxıntı var bilirik. Tutaq ki, zala stul daşımaq lazımdır. Bunu kim eləyir? Yenə uşaqlar eləməlidir. Bölüşdürsək ki, burada bizim 5 nəfərdə işçi qrupumuz var. Oxumayan, tənbəl, nə bilim, şuluq eləyən, dərsə maraqlı olmayan uşaqlar stulları daşıyacaqlar, nə bilim, nəysə ora daşıyacaq, bura daşıyacaq. O da öz funksiyasını yerinə yetirir. Çünki 20 nəfərli sinifdən neçə nəfər riyaziyyatçı, neçə nəfər fizik, neçə nəfər kimyaçı, neçə nəfər ədəbiyyatçı çıxacağı bəlli deyil. Çəhrəsi fərqli-fərqli sahələrdə olacaq. O baxımdan istəyəm komanda işi deyəndə hər kəsi öz bacarığı üzərində inkişaf elətdirmək, ona yön vermək, onun öz funksiyasını ona yükləmək mənasını daşıyır. Bunu mən düşünürəm ki, eyni şey riyaziyyat dərsində də eləmək olar, eyni şey ola bilər ki, tutaq ki, misal desək, riyaziyyat dərsində hansısa bir, nə bilim, 3 bucağın və yaxud da 4 bucağın və yaxud da nəysə tərifin bilmir, deyə bilmir. Amma çox yaxşı əl qabiliyyəti var. O çox qəşəng, nə bilim, kub düzəldə bilər. Taxtadan, nə bilim, nədən düzəldə bilər və onun işi odur, ora qədərdir. Onun nəzəri, nə bilim, hesablamalarını isə aparan başqa bir olmalıdır. O baxımdan biz hər bir dərsimizə, hər bir istəyam dərsinə startup layihəsi kimi baxsaq və prosesə bu cür girişsək, sonunda biz həm nəticə əldə eləmiş oluruq, həm sinif darıxdırıcı olmur, həm əyləndirici olur, həm də bizim istədiyimiz təhsil modeli, təhsil anlayışı orada vermiş olur. Çünki bugünün uşağı zaman çox çevikdir. Bir nümunəndə danışım, məncə bilməm, maraqlı ola bilər. Bizim oğlan indi böyükdür, magistr oxuyur, amma oğlum balaca 6-7 yaşında olanda mən ona bir gün başladım ki, Dədə Qorqud dastanından sarı saçlı Selcan Xatun eşqinə, nə bilim, hekayəsini danışmağa, Bamsı Beyrək hekayəsini danışmağa. Orada bir şir var ki, Bamsı Beyrək, ya Qanturalı deyəsən, şir ilə savaşacaq. Aslanı, şiri tərif eləməyə başladım. Aslan böyüdü, qolları belə idi, tükü belə idi, başı belə idi, gözü belə idi. Yəni şiri təsvir eləməyə çalışıram ki, bədii ədəbiyyat nümunələri ilə. Uşaq mənə döndü, dedi ki, ata bilirəm də şirdir də, söhbəti də gördü. Sonra nə oldu? Çünki artıq bəlkə bir 100 il bundan qabaq uşaqlar şir görmürdülər. Onu təsvir eləməyə ehtiyac vardı. Amma indi bütün uşaqlar cizgi filmlərində şirin nə olduğunu görüb və böyüyüblər. İndi artıq o məzmun axtarıcı, qısa konkret, mənə də görüm nə oldu? Hadisə nə baş verdi? O baxımdan biz zamanla yaxlaşdırmaq üçün, zamanla yaxlaşmaq üçün biz müəllimlərin işi ağırdır. Bu ağır işi öhdəsindən gələn bütün müəllimlərə eşq olsun deyib yekunlaşdırıram. Çox sağ olun, təşəkkürlər. Adətən suallar olur. Əgər varsa eşidə bilərik, yoxsa Nizam müəllim desin, nə eləmək lazımdır? Üçün məruzəçilərimiz üçün hazırladığımız kiçik bir hədiyyəmiz var. Həm onu, həm də bizim məruzəçi plaketimizi Şəmil müəllimə təqdim etmək istəyirəm. Əslində Şəmil müəllimə yenə bir 2-3 dəqiqəlik söz vermək istəyirəm. Çünki bu kiçik hədiyyəmiz də var. Məruzəçilər üçün hazırladığımız və Deməli, bugün həm qonaqlarımıza, həm də çıxışlarımıza bu duz hədiyyə olunacaq. Bu Naxçıvan duzudur. Naxçıvanda böyük bir dağ var, qaya var, Duz dağı var. Həmin Duz dağı dünyada unikal məkanlardan biridir ki, orada asma xəstələri üçün, bronx xəstələri üçün xəstəxana var, klinika var. Buradan belə suvenirlər hazırlatdırdıq. Həm qonaqlarımıza hədiyyəmiz olacaq. Azərbaycan xəritəsi üzərində, həm də bu duz deyirlər ki, otağa qoyulanda negativ enerjini özünə alır, rütubət yaradır, rütubətliyi özünə götürür və s. və s. Duzun böyük əhəmiyyəti var. Biz əmməmdə ki, onun haqqında biraz məlumat verək. Bir də belə baxanda Naxçıvan duzudur, Naxçıvan mənim vətənimdir, yaxşı duzdur. Təşəkkürlər olsun.